bir tarafçı havasıyla aşık ne okuyor? Keyfi saz olsun. Nişanesiye yavru dağında Nuh'un kıyameti kaldı çıkaldı ölürem bu yamana. Böyle yar terak diye yar terak çoğunun kısmeti yeri kaldı çıkaldı aman Medine. Çoğunun kısmetini kaldı çıkar diyemem Medine. Böyle çoğunun kısmeti kaldı çıkar. Durur nişanesi Ağrı dağında Nuh'un kıyameti kaldı ki kaldı. Yarı terakkidir, yarı tenezzül çoxunun qisməti kaldı ki kaldı. Kim bu nişanədir bu Həmid ağa? Bu bəyimiz. Kim nişanədir ona göre elə Ələsgərə xəbər gəlir ki əşki Şah dağından Həzrəti Nuh'un gəmisinin xırda parçası çıxır. Ona göre Ələsgər belə indi isə yuxudan ayılır neyse belə qoşur deyir. Durur nişanəsi Ağrı dağında Nuh'un kıyameti kaldı ki kaldı. Yarı tərəqqidir, yarı tənəzzül çoxunun qisməti kaldı ki kaldı. Ay Ələsgər, bu biri bəndə niyə gedir? Kaldı çıkal aman Medine. Nene istedim. Haberimde sakaveti kaldı çıkal onun o yaxşılıqları, hörmətləri, məhəbbətləri, aşıq
cavan dünyadan gedəndə aşıq necə olur ki? Elə hamı aşıqlar, cavan gedəndə biraz belə olur. Onu deyir ki, biz Hatəm evladıyıq, Hatəm səxalı Hatəm. Hatəmi tayı çox səxavətli idi. Bunun övladlarından səxavətlisi də var imiş. Onu deyir ki, öz işini bilməyən nadan ibrət eyləməzmi şahdan gedədən. Hatəm də nə müddətli gedib dünyadan bizə səxavəti qaldı ki, qaldı. Tamam aşıqlar səxavətli. Tamam aşıqlar səxavətli adamlar. Aşıqların səxavətləri özlərinin olmasa da ürəkləri təkmildir. Tamam cavan aşıqlarımız. Bundan sonra gələcək aşıqlara çox yaxşı ümid yolumuzdular. Bunlar bizim dizimizin qudrəti, vətənimizin təbliğatçısı aşıqdır. Vətən hörmətində yaşayan insanların hamısı sağlığına görə o birisinin ələşəliyə deyir. Ələskər dönməyib öz ilqarından. Biri xilaf deyil 100 ilqarından. Sazından, sözündən, düz ilqarından. Ellərdə söhbəti qaldı ki, qaldı. Tamam qonaqlarımızın hamısını sağ olun. Əziz yoldaşlarımızın, əziz, mühriban yoldaşlarımızın.